Uşaqlar, baxırıq 154-də. Verilib ki, parabolanın apsis oxu ilə kəsimi nöqtə arasındakı məsafəni tap. Y bərabərdir x kvadrat minus 8x plus 15. Parabola apsis oxunu ordinat 0 olanda kəsir, düzdür? Y bərabərdir 0-da kəsir. Yəni y-in yerinə bu ifadəni biz 0-a bərabər etsək, buradan baxıram ki, v-lə köklər hasil 15, köklər cəmi əks işarə ilə, müsbət 8. Yəni x minus 3, 3 ilə 5-dir. Bərabər 0. Artıq biz deməli qiymətləri tapdıq. 3, 0, 5, 0. Və apsis arasındakı məsafə, yəni x1-lər. Burada məsafə nəyə bərabər olacaq? Modulda fərqi. Bizdə də x-lar var axı. Yəni modulda 5 minus 3. Məsafəmiz olacaq 2.